Salam, hər vaxtınız xeyir. Bugün sizə 3 noyabr 2024 tarixində hədəf kursunun 9-cu siniflər üçün keçirdiyi blok sınavının izahını verəcəm. Başlayaq birinci sualda. 8 vur 10 üstü 8 ədədi neçə rəqəmlidir? 8 və yanında 10 ədəd 0 bütöv olacaqdır. Daha doğrusu 8 dənə 0, 8 0, 1 dənə də 8 eləyəcək 9. NA birləşir B-ni soruşur. Biz bunun düsturunu bilirik ki, NA birləşir B bərabərdir. NA üstəgəl MB çıxılsın NA kəsişir B-yə. O zaman 12 topla 4 çıxılsın 3 olacaq. O da eləyəcək 13. AB parçasının üzərində 4 nöqtə qeyd olunmuşdur. AB parçasının üzərində 4 nöqtə qeyd olunubsa, ümumi 6 nöqtə olacaqdır və əmələ gələn parçaların sayı 6 vurulsun, 5 bölünsün 2. 15, yəni n vur n çıx 1 bölü 2 düsturu ilə gedirik. Məxrəci 100 olan neçə ixtisar olunmayan düzgün kəsir var? P düsturu ilə gedəcəyik. Məxrəci 100-dür və ixtisar olunmayan istəyirsə onunla qarşılıqlı sayda olan ədədlərin sayını tapmaq lazımdır. O zaman düstura əsasən əvvəlcə 100-ün sayda vuruqlara ayırırıq. 2 üstü 2 vurulsun, 5 üstü 2 olacaq. Oradan da düsturu tətbiq eləyəsi olsaq olacaqdır. N bərabərdir ədədin özü vurulsun. 1 çıx 2-də 1 vurulsun. 1 çıx 5-də 1. O zaman o da bərabərdir. 100 vurulsun. 2-də 1 vurulsun. 5-də 4. 2 ilə 5 10. 100 ilə 10 ixtisar olundu. 10 vur 4 də eləyəcək 40. Cavab C bəndi. A və B natural ədədlərdir. Cəmi 8 olarsa hasilindən böyük qiymətini tapın. Cəmi 8 eləyən ədədləri yazaq. 1, 7, 2, 6, 3, 5 və 4, 4. Burada şərt qoymayıb ki, A ilə B müxtəlif ədəddir. Ona görə də eyni ədədlər ola bilər və hasildən böyük qiyməti olacaq 16. 1599 sadə bölənlərinin cəmini tapın. Əvvəlcə 2-yə bölürük, bölünmür deyə keçirik 3-ə. 3-ə böldüyümüz zaman eləyəcək 533. Daha sonra 533-ü böləcəyik 7-yə bölünmür, 11-ə bölünmür, 13-ə bölünəcək, 13-ə böləndə eləyəcək 41. 41 də 41-ə böləndə sadə ədəddir 1. 3 üstəgəl 13 üstəgəlinsin 41. O da eləyəcək 16 üstəgəl 41, yəni 57. Ədədlərindən neçəsi sadədir? 2, 11, 21 deyil, 31, 41, 51 deyil, 61, 81 və 91 deyil. 5 ədəd. Bu kəsrin ən kiçik qiymətini soruşur hasilin. A bizə 111 ranı verir. B isə 11 B-ni verir. Vurulsun 33, bölünsün 111. 111'lər getdi. 11 ilə 33 getdi. Qaldı 3. 3A bölünsün B. Deməli, bunun ən kiçik qiymət olması üçün məxrəc ən böyük, surət ən kiçik olmalıdır. Ən böyük ədəd olması üçün B-yə 9 verəcəyik. A-ya da ən kiçik rəqəm 1-dir. 9, 3 vur 1-də 3 ixtisar eləsək 3-də 1. B bəndi. Müqayisə edin. Düzgün olmayan kəsirlərdir. Hər birini keçirik qarışıq kəsirə. 1,72-də 3. B 1,76-da 3. C 1,84-də 3. Surətləri eyni olduğuna görə məxrəci kiçik olan böyükdür. A böyükdür B-dən, o da böyükdür C-dən. C, B, A. D bəndi. Aşağıdakı kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar? İxtisar olunmayan kəsri məxrəcinin sayda vuruqlara ayırdığımız zaman yalnız 2, yalnız 5 və 2 və 5-in hasili olarsa bu kəsir sonludur. Bu kəsir ixtisar olunur, qalır 4-də 1 sonlu. Məxrəci 25-də 9 sonlu və 16-da 7 sonlu. Bunlar isə ödəməyəcək 3 dənə. Kəsirin düzgün kəsir olması üçün surət məxrəcdən kiçik olmalıdır. N də kiçikdir 5-dən 4, 3, 2, 1. Lakin burada 1'i qoya bilmirik. Çünki 1'i qoyduğumuz zaman mənfi olacaqdır. 4, 3, 2 ödəyir. O zaman onların da cəmi 9. Əgər bunların kəsişməsi boş çoxluqdursa, deməli onlar kəsişmir. A-da 5, B-də 4.
bütöv 9 elementimiz var. 13 nömrəli sual. A və B-nin ortaq sayda vuruqlarının hasili, yəni əbob 10-dur. Ortaq olmayan sayda vuruqların hasili isə 6-dır. Bizim əbobumuzun düsturuna görə əbob AB bərabərdir. Kök altında A vur B böl C. Əbob 10-dursa bərabərdir 10-a. Kök altında neçədən 10 çıxır? 100-dən. Deməli, A vur B bölünsün 6 bərabərdir 100-ə. Çarpaz vursaq, A vur B bərabərdir 600-ə. 120, 160 və 200 ədədlərinin ortaq bölənlərinin sayını tapın. Onların ən böyük ortaq bölənini tapıb, onun bölənlərinin sayını da tapmaq olar. 120-yə, 160-a və 200-ün ən böyük ortaq böləni eləyəcək 40. 40-ın da bölənlərinin sayını tapmaq üçün əvvəlcə sadə vuruqlara ayırırıq. 2 üstü 3 vur 5. 3-ün üstünə 1 gəlirəm, vururam. 1-in üstünə də 1 gəlirəm. 4 vur 2, 8. 8 dənə ortaq böləni varmış. Birinci boru boş hovuzu 3 saata doldurur. İkinci boru boş hovuzu 2 saata boşaldır. Deməli 3'də 1 çıxılsın, 2'də 1 olacaq. Ortaq məxrəc 6, 3'ə böldüm 2, 2'yə böldüm 3. 6'da -1 və mənfi olduğuna görə cavab dolmaz olacaq. 180 ədədinin 3'ə bölünən natural bölənlərinin sayını tapın. Deməli, əvvəlcə 180 ədədini sadə vuruqlara ayırıb, onun ümumi natural bölənlərinin sayını tapaq. 92'yə 45, 45'i 3'ə 15, 15'i 3'ə 5, 5'i 5'ə 1. Deməli, 2 üstü 2 vurulsun 3 üstü 2 vurulsun 5. Natural bölənlərimizin sayı olacaqdır. 2 topla 1 vurulsun. 2 topla 1 vurulsun. 1 topla 1. O da eləyəcək 3 vur 3 9. 9 vur 2 də 18. İndi 3'ün aid olmayanlarını götürsək, 3'ü silsək, geriyə qalanları tapsaq. 2 topla 1 vurulsun. 1 topla 1. O da eləyəcək 3 vur 2 6. 18 dənəsindən 6 3'ə bölünməyəndir. O zaman geriyə qalan 12 ədəd 3'ə bölünən ədəd olunacaq. Sinifdəki 30 şagirddən 6'sı heç bir xarici dil öyrənmirsə, deməli ki 24 şagird xarici dil öyrənir. 14 nəfəri ingilis, 15 nəfəri fransız dili öyrənir. Ümumi topladıqda isə bunları 29'a bərabərdir. Deməli 5 nəfər kənarda qalır artıq. O hər ikisi dili öyrənir. Uzunluğu 30 olan parça 3 hissəyə bölünmüşdür. Kənar parçaların orta nöqtələri arasındakı məsafə 18'dir. Deməli, bura olsun x, bu da olsun y. X topla y-a isə düşəcək 12. Burada y-dır, burada x-dır çünki orta nöqtədir. O zaman x topla y 12'dirsə, orta hissəyə düşəcək 6. Bucağa qonşu olan iki bucağın cəmi. Bu bizim bucağımız, ona qonşu olan bucaqlar bunlardır. Bu iki bucağın cəmi 160'dırsa, hərəsinə 80 düşəcək. Bu bucaq 80'dırsa, onda onun qonşusu da olacaq 100. Bunlar da olacaq 100. Saat 15:00'dur. Saatın dəqiqə və saniyə əqrəbi arasında qalan bucaq. Dəqiqə və saat əqrəbi arasında qalan bucaq desəydi 90 olacaqdı. Dəqiqə və saniyə əqrəbi arasında qalan bucaq dediyinə görə hər ikisi burada dayanır. O da olacaq 0 dərəcə. 21 nömrəli sual. Qabın 8'də 5 hissəsi doludur. 20 litr su əlavə etdikdə 4'də 3 hissəsi dolacaq. Yəni 8'də 6. Çıxsaq 8'də 6'dan 8'də 5'i 8'də 1x eləyir. O da 20'dir. 8'də 1x bərabərdir 20'yə, x da bərabərdir 160'a. Təkliflərdən hansı doğrudur? Cəmi 90'a bərabər olan bucaqlara qonşu bucaqlar deyilir. 1 yanlış. Qarşılıqlı bucaqlar bir-birinə bərabər. Doğru. Qonşu bucaqların tən bölənləri arasındakı bucaq 90'dır. Doğru. Daxili bir tərəfli bucaqların cəmi 180'dır. Doğru. Uyğun tərəfləri paralel olan bucaqların cəmi həmişə 180'dır. Yanlış. 2, 3, 4. N və N natural ədədləri üçün əkob 17 olarsa, 2 ədədin əkob 17 ola bilər, 1-lə 17 ya da 17 və 17'nin. O zaman ən böyük qiymətini soruşursa, 17 topla 17, 34 eləyəcək.
24 uyğun tərəfləri paralel olan bucaqlardır və biri iti, biri kördür. O zaman cəmi 180 dərəcə olmalıdır. 10 da alfada bərabər olacaqdır 150 dərəcəyə. A və B natural ədədləri üçün hasili 63 olarsa, cəmin ən kiçik qiymətini tapın. Hasili 63 olan 1,63 və 2-yə bölünmür 3,21. Daha sonra 7, 9 və bir də bunları geriyə dönüş versiyası ilə yenə eyni hallar qalır. O zaman onların cəminin ən kiçik qiyməti budur. 9 ilə 7 və cavabda 16. Birləşməsi 27-dirsə, x topla 5 topla 3x topla 10 bərabərdir 27-yə. 4x bərabərdir 12-yə, x də bərabərdir 3-ə. 4 nöqtə varsa, 2n şua sayıdırsa, o zaman olacaqdır 8 şua. N vur n çıx 1 bölünsün 2 parça düsturudursa, o zaman olacaq 4 vur 3 bölü 2 6 parça. 8 şua B bəndi, 6 parça C bəndi. Əgər 6 nöqtə varsa, 12 şuamız var Y bəndi. 6 vur 5 bölünsün 2 sayda parça var, 15 parça var. Əgər 5 nöqtə varsa, 10 şua və 10 parça olacaq. A və D bəndi də uyğun gəlir bura. 28 nömrəli sual. 3-ə, 5-ə və 6-ya bölündükdə qalıqda 2 olunan ən kiçik natural ədəd. 3-ə və 6-ya bölünən ədəd elə 6-ya bölünən ədəddir. Yəni 6-ya bölünən ədədi tapsaq, o eyni zamanda 3-ə bölünəcək. 5-ə və 6-ya bölünən ən kiçik ədəd 30-dur. 30-un da üstünə 2 gəlsək, olacaq 32. Burada tək-tək hesablayaq. 1 böl 3-də 2. 1-i 3-də 2-yə böləndə 2-də 3 eləyəcək. 2-də 1 bölünsün 3. Tərsinə çevirib vururam. 2-də 1 vur 3-də 1. O da eləyəcək 6-da 1. 2-ni 3-də 1-ə böləndə tərsinə çevirib vururam. 2 vur 3. O da eləyəcək 6. Toplasaq. 1 tam 2-də 1. Topla 6-da 1. Topla 6. 7 tam 6 ilə 2-yə ortaq məxrəc 6. Tamamlayıcı vurğum 3. 3 topla 1. 7 tam 6'da 4. İxtisar eləsəm 7 tam 3'də 2. Uyğun tərəfləri paralel olan bucaqların bərabər olduğunu isbat edin. Bura x-dırsa, bura 180-x olacaq. Çünki daxili bir tərəfli bucaqlardır. Bura 180-x-dırsa, burada 180-x-dır. Eyni zamanda 180-x ilə y yenə daxili bir tərəfli bucaqlar olduğuna görə onların da cəmi 180-dır. O zaman 180'lar islah olundu. Y-x bərabərdir 0. Y də bərabərdir x olacaq. Yəni onlar bir-birinə bərabərdir.